Deməli, bu həftənin söhbəti İlham Əliyevin Almaniyaya rəsmi səfəri oldu. İlham Əliyev Almaniyaya gəldi. Bir qrup siyasi mühacirlər İlham Əliyevi Berlində İlham qorxaqsan şüarı ilə qarşıladılar və yola saldılar. Və İlham doğrudan da qorxaqdır və dəhşətli dərəcədə qorxaq adamdır. Və biz İlhamın bu dəfə Mersə görüşündə, bu səfərində qorxaqlığının iki bariz nümunəsini görürük. Qorxaqlığın birinci bariz nümunəsi ondan ibarət idi ki, Amerikadakı biabırçılığından sonra İlham Əliyev heç bir etirazla qarşılaşmağa, heç bir etirazla rastlaşmağa istəmir, heç bir etirazçını görmək istəmir. Elə o səbəbdən idi ki, kansleramtın, yəni Almaniya kanslerinin ofisinin qarşısındakı meydan tamamilə boşaldıldı. Və 2-ci Dünya müharibəsindən sonra müasir Almaniya Federativ Respublikasının tarixində ilk dəfə idi ki, kanslerin ofisinin qarşısına xüsusi təyinatlı polis dəstələri düzülmüşdü və tam əminliklə deyirəm ki, iki Almaniya birləşəndən sonra və o indiki kanslerin ofisi, kanslerin amt deyilən ərazidə heç zaman polis belə mühafizə təşkil etməmişdir. İlham Əliyevdən bir həftə əvvəl həmin kansleramtda İngiltərənin baş naziri, Fransanın prezidenti, Polşanın prezidenti və İtaliyanın baş naziri Merslə görüşüblər. NATO'nun əsas, Avropadakı əsas 4 ölkəsinin rəhbəri. Orada Ukrayna məsələsi müzakirə olunur, Ukrayna dəstək məsələsi müzakirə olunur. Və o zaman bizim çadırlarımız məhz kansleramtın qarşısındaydı və orada çadırların üzərində Azərbaycan və Almaniya bayrağı dalğalanırdı. Və Fransa prezidenti və digərləri kanslerin ofisinin balkonundan bizə baxırdılar və fotolarımızı çəkirdiler. Heç bir polis yox idi, heç bir maniyə yox idi. Amma İlham Əliyev gələndə tamamilə fərqli mənzərənin bir şahidi oldu. Səhər saatlarından oradakı bizim Azərbaycanlıların bir aydan artıq müddət ərzində qurduğu çadırları 100 metr kənara apardılar. İlham Əliyev gələn yolun düz üzərinə. Ərazini boşaltdılar, xüsusi təyinatlı polis dəstələri gətirdilər. 100 metrə yaxın məsafəni boşaltdılar, böyük bir alanı, böyük bir sahəni. Bütün bunlara baxmayaraq biz İlham Əliyevi qorxaqsan şüarları ilə qarşıladıq. Çünki İlham Əliyev qorxaqdır. Və o xahiş, Almaniyanın kanslerinin o xahişi İlham Əliyevidir. Ki, mən siyasi mühacirlər görməyim, mən Əfqan Muxtarlığını görməyim. Çünki hər Almaniyaya gəlişində 2020-ci ildən sonra Əfqan Muxtarlığının qarşısında görüb, mühacirlər qarşısında görüb, biz orada etiraz aksiyası keçirmişik. Etirazımızı bildirmişik. İlham Əliyevin qorxaqlığının ikinci göstəricisi Hikmət Hacıyevdir. Hikmət Hacıyevin Tural Sadıqlığına belə üzərinə gedib müayiz etməsidir. Hikmət Hacıyev və İlham Əliyev öz aləmlərində Münhendə Emin Hüseynovun qarşısında belə məğlub olduqlarını, aciz olduqlarını və çıxılmaz vəziyyətə düşdüklərini malalamaq çalışırlar bununla. Güya xaricdə yaşayan blogerlərə, jurnalistlərə cavab verirlər. Güya Emin Hüseynova cavab verirlər. Emin Hüseynov həm İlham Əliyevi, həm Mehriban Əliyevi, hərəsini bir sualla məhv etdi. Və o ləkə İlhamın da, Mehribanın da ömrü boyu yaxalarında qalacaq, boyunlarında qalacaq. Emin Hüseynova müstəqil media yoxdur deyən İlham Əliyev, dünyada müstəqil media yoxdur deyən İlham Əliyev Şuşada qlobal media konferansı keçirir. Əxlaqsızlıqdır bu. Və İlham Əliyev əxlaqsızlığın nümunəsini göstərir. Eləcə də Mehriban Əliyeva arvad paltarında gedib ora gizlənmişdir. Yəni, bu adam bazar qadınıdır. Bazar qadını, ləçər deyirlər buna. Və o söz, ləçər sözü idi. O vitse-prezident sözü ne olsun ki ərinin hesabında vitse-prezident olub. Özün bir şey deyirsən, heç olmasa tutduğun vəzifəyə hörmətlə. İndi Hikmət Hacıyev kimi özlərindən 5 qətə həyasız bir adamı gətirib, güya bu xaricdə olan blogerlərə, xaricdə olan jurnalistlərə öz güclərini göstərirlər. Güya belə hesab edirlər ki, bunlar bizə cavab verirlər. Əslində bu çıxışı etməyəcəkdim. Ehtiyac duymurdu ki, belə bir çıxış demək. Çünki İlham Əliyev necə rəzil gündə olduğunu şahid oldu.
Bir ölkənin prezidentinə ki, sən qorxaqsan şüarları ilə qarşılayırlar, o elə oradan çıxıb Azərbaycan gedib istefa verməlidir. Peysərini atmamalıydı. İlham Əliyev qorxaqdır. İlham Əliyev bizi ona görə oğruyub Azərbaycana aparır ki, bizdən qorxur. Vidadi İskəndərlini ona görə öldürdü ki, Vidadi İskəndərlidən qorxurdu. O Bayram Məmmədov da qorxusundan öldürmüşdü. Çünki qorxurdu ki, növbəti dəfə onun belini yazacaqdı Bayram. Vüqar Rızanı da Belçikada qorxusundan öldürdü. Elmarı da qorxusundan öldürmüşdü. Rasim Əliyev də qorxusundan öldü. Qorxaq adamdır. Və biz ona qorxaq olduğunu üzünə dedik. Bakıda olduğu kimi yenə də polisin arxasında gizlənmişdi. Fərqi yoxdur haram polisi olsun. İlham Əliyev qorxa-qorxa bizə tərəf polisin arxasından baxırdı. Və indi baxıram ki, bu aksiyadan sonra çox müxtəlif adamları efirə çıxardıblar, bizim əleyhimizə danışırlar. O gün gördüm bir nəfər dedi ki, mən jurnalistəm. Bu dodaqlarını Nərmin Kəmalə Şadlıq evinin altındakı vulkanizasiyada şişdirib, çıxıb efirə ağıllı danışır ki, Əfqan muxtarlığı, nə bilim, sən söyüşdən istifadə edirsən. Mən heç vaxt söyüşdən istifadə eləməmişəm. Mənə söyləyən, söyüşə cavab vermişəm və mənim söyüş ünvanım yalnız İlham Əliyev olacaq. Çünki İlhamdır məni söydürür. Mənə söyən bədbəxtlərlə işim yoxdur. 5 manat pula hürən, bir kəsə yala, nə bilim, uluyan, nə bilim, dodağını vulkanizasiyada şişdirib efirə çıxan. Bu adamlarla mənim işim yoxdur. Çünki bu adamların arxasında duran İlham Əliyev və büyüm Azərbaycan mediasının tamamilə məhv edən, Azərbaycan mediasını, nə bilim, söyüş mediasına çevirən, döyüş mediasına çevirən, o dodağı, nə bilim, silikonlu, dodağı, nə bilim, vulkanizasiyayla şişdirilənlər, hamısını jurnalist adı ilə gətirib başımıza çıxartan İlham Əliyevdir. Və həqiqi jurnalistlər isə həbsxanadadır. İlham qorxaqdır, ona görə qorxaq deyirəm ki, İlham 9 xanım jurnalisti həbsə atır. Hər biri qəhrəman onların, hər biri İlham Əliyevin oğurluqları ilə bağlı, korrupsiyası ilə bağlı, qanunsuzluqları ilə bağlı araşdırma yazırlar, reportaj yazırlar, sözlərini deyirlər. O balaca Elnarə Qasımova. Heç İlham Əliyevin dirsəyinə çatmaz onun boyu. Bax, o Elnarədən İlham Əliyev it qorxan kimi qorxur, ona görə onu uzun müddətə həbsxanaya göndərir. İlham Əliyev qorxaqdır, ona görə qorxaqdır ki, bax, Mirşahin kimi adamların dalıncadır sizlər. Bugün görürəm ki, Mirşahin mənim o konservantın qarşısındakı çıxışımı kəsib, bir hissəsini kontekstdən çıxartıb, təqdim edir ki, güya İlham Əliyevin sözü Almaniyada da keçir, heç yerdə sözləri keçib biləmir İlham Əliyev. İlham Əliyev bizə vətən xaini deyə, ay, bizi vətəni satıb soyunma. İlham Əliyev Azərbaycan bütün sərvətlərini hakimiyyətə görə gətirib Avropada, Amerikada satıb. Və indi də vətəni satmaya gəlmişdi Almaniya. Və onun imzaladığı müqavilələr vətəni satmaqdan ibarətdir. Biz bilmirik o qazın kubmetrini neçəyə satır. Hansı qazı satır o? Azərbaycanda o qədər qaz yoxdur. Onun bir balon, bir qarını dolu qazı var və mənim qazım var deyir. Ləyaqətsizlik nümunəsi göstərir. Rusiya qazını satır, Rusiya neftini satır. Azərbaycan dövlət tankerləri Rusiya neftini satdığına görə Avropa Birliyinin sanksiyalarına düşür, Amerikanın sanksiyalarına düşür. Böyük Britaniyanın sanksiyalarına, öz müttəfiqləri bunu sanksiyaya salır. Azərbaycan Türkiyədəki neft emalı zavodu Rusiya neftini emal etdiyinə görə sanksiyalar siyasına salınır. Vətən satan İlham Əliyevdir. Biz deyilik vətən satan. Ən azından mən vuruşanda İlham Əliyev Azərbaycan xalqından oğurlanan pulları Evli Gündaşın döşlərinin arasına qoyub gündəyməzindən öpürdü. Amma mən vuruşurdum. O Evli Gündaşın gün üzü görməyən yerlərini öpəndə. Mirşahin. Mən Cəlal Əliyevə rəhmət oxumayacağım. Çünki Cəlal Əliyev də elə yaranma səbəbi təxminən Mirşahin kimi eynidir. Mirşahinin atası ilə də mənim işim yoxdur. Bir dəfə yazdım, Sovet sənayesinin günahı da ola bilər Mirşahin. Və çox keyfiyyətsiz prezervativlər istehsal olunur Sovet İttifaqında. Bəlkə də heç olan kəndinə gedib çatmıyor. Amma Mirşahin vardı ortada. Atasının günahıdır, Sovet sənayesinin günahıdır, fərqi yoxdur. Belə bir Mirşahin çıxıb ortalığa. Və Azərbaycana ən böyük söyüş
medyasını yaradan adamlardan biridir Mir Şahin. Mən Mir Şahin ilk dəfə 1992-ci ildə Şuşada görmüşəm. Albertlə müsahibə aldığı yer bizim postumuz idi. Mən Ramiz Qəmbərovun batalyonunda vuruşurdum. Albertgil orada pozisiya vurmuşlar. Bir tank, iki tank pozisiyası vardı, bir də BT-80 pozisiyası vardı. Mir Şahin nə qədər həyasız, Mir Şahin nə qədər belə sırtıq adam olduğunu mən ilk dəfə bax o pozisiyada görmüşəm. Rəsmən Albertə yalvarıb müsahibə götürməyi, cəmaata boğaz çəkib tankın üstünə çıxartıb poza verməkləri və o atılan snaryad. O atılan snaryad buna rəhmətlik Albert 10 dəfə dedi ki, bu mərmiləri biz çox çətinliklə tapırıq tankı. Əl çəkmədi və lazımsız hədəfə, bu bir çəkilişə görə lazımsız hədəfə o zaman tapılmayan mərmilərdən birini vurdu. Və ona edilən xəbərdarlığa baxmayaraq, Mir Şahinə edilən xəbərdarlığa baxmayaraq, bizim pozisiyanı növbəti gün ANS-in kanalında efirə getdi və ermənilər bizim həmin o nöqtələri vurdular. Sumqayıtdan olan bizim səngər yoldaşımız həlak oldu. Bax, bunun bir kadri efirə göstərməlisindən ötürü. Sırtıq adamdır bu adam. Bu adam haqqında danışmıyor. Çünki bu adam pulu, Azərbaycan hakimiyyətinin yanında hörməti, nüfuzu, nə bilim, yalı, bizə özünü söydürməkdən çıxır. Bu adam ayda bir dəfə, iki dəfə özünü, bütün sülaləsini Doqqaz başına düzdürməlidir. Və bir yalancı bir yaratmış, halə yaradıblar buna. Ətrafındakı güya bu dəhşətli dərəcədə jurnalist. Söz oyunbazıdır. Jurnalist oyunbaz deyil. Jurnalist söz oyunbazı deyil. Jurnalistin borcu həqiqətləri çatdırmaqdır. Hakimiyyətə yaltaqlanmaq deyil. Yaltaqlana ölkənin ən varlı adamlarından biri oldu Mir Şahin. Bir ömür yaltaqlandı. Bir ömür yaltaqlandı. Sabah bütün görbagör olub gedəcək və arxasından bütün sülaləsinə söyüş aparacaq. Və söyüş hamını ittiham edirlər, xaricdə olanlara bir şey tapdılar, söyüş müxalifət. Amma sizə bir söz deyirəm. Əgər xaricdə, Avropada bir söyüş medyası varsa, bir söyüş blogerləri varsa, Bakıda da peysər hakimiyyət var. Çünki buradan Azərbaycana söyənlər hakimiyyətə söyür. Özünüzə elə aparın ki, söyülməz. İlk növbədə onu eləmək lazım. Yenə bir Qarabağ qazisi öldü baxımsızlıqda. Və vətən xaini, 100-dən artıq Qarabağ qazisini intihara məcbur edən İlham Əliyevdir. Demir Qarabağı almışam. Qarabağı alan sağlamlığını itirən adamlar 100 nəfərdən yuxarı intihar edir. Bu günlərdə ölən uşağın atası fəryad edirdi bir həftə, bəlkə mənim övladıma baxmırdı, adam həyatını itirdi. Ay Hikmət Hacıyev, kimli vətən xaini? O uşağı müalicə eləməyən İlham Əliyevdir, yoxsa ki bu müxalifətçilər Avropada siyasi sığınacağı oturunda. Vətən xainləri, bax bizləri vətəndən didərgin salanlardır. Sən Hikmət Hacıyev. Harada olan bilinmirsən, sən harada olduğun bilinmir. İlham Əliyev kutka satıb, nə bilim, kazinolarda oynayıb, barlarda kef eləyəndə, Ebru Gündaşla əylənəndə mən 17 yaşımda vuruşurdum. Ha, çaqqal, kimə vətən xaini deyir? Kimdir vətən xaini? Mənə, yoxsa İlham Əliyevdir? İlhamın dədəsi Heydərdir fərarı olub. Va 2-ci Dünya müharibəsinə getməyib, Naxçıvanda oturub, qonşularını satıb NKVD-yə danos yazmaqla. Danos yaza-yaza gəlib Azərbaycan başlasın. Kimə vətən xaini deyirsən? Bax, KGB generalı Heydər Əliyevdir Azərbaycan vətən xaini, yoxsa Əfqan Muxtarlı ya da digər vətəndən didərgin saldığınız həqiqi müxalifətçi. Bir xeyli də çaqqalı özünüz göndərmişsiniz xaricə. Yalancı sənədlərlə, saxta cinayət işləri ilə. Adamları göndərmişsiniz Avropaya, daldan da cinayət iş açmışsınız. Soxmusunuz beynəlxalq təşkilatların içinə. Min oyundan çıxırlar burada. Bax, odur vətən xainləri. Çünki sizin kimi çaqqalları işləyirlər. Burada bir nəfər söyürsə, Azərbaycanda, Bakıda söyüşü yiyən bir hakimiyyət. İlham Əliyev, mən əminəm ki, İlham Əliyev bu söyüşlərdən zövq alır. Kimsə söyür buna və o beynində, düşüncəsində o söyüşü canlandırır, o söyüşü, nə bilim,
Bəlkə də cizgi filmi çəkdir o söyüşlərdən. Sonra baxır, ondan həzz alır. O söyüşlərdən həzz alır. Məsələn, Qabil söyüş, ya Elşad söyüş, ya digər söyüş, çox mərtəbəli söyüşlər, o söyüşləri filmləşdirir. Səhnələşdirir o filmləri. Və o, ondan həzz alır. Yoxsa bu adam bu qədər söyüş yiyəsi ola bilməz axı. Bu qədər söyüş yiyəsi ola bilməz. Və baxıram ki, qəsdən, məsəl üçün, adamlar belə yaradıblar ki, məsəl üçün, məni söyür və bilirlər ki, məni söyəndə mən buna söyəcəm. Və qəsdən bu adamları göndərirlər ki, söysün də, bir dənə əfqan da söysün mən bunun da söyüşünü səhnələşdirir. Dəhşətli dərəcədə manyak adamsınız. Hakimiyyətiniz manyakdır, çünki İlham Əliyevin özü manyakdır. Bu gün belə müharibənin sənə verdiyi üstünlüklər var İlham Əliyev. Pandemiyanın verdiyi üstünlüklər oldu, indi Ukrayna müharibəsinin verdiyi üstünlüklər var, Amerika-İran qarşı durmasında sənə verilən üstünlüklər var. Amma bu limitlidir və bir gün qutaracaq bu müharibədə. İndi sən bunlara lazımsan, bax, indi sən burada baş qaz satansan, baş neft satansan, baş tutansan sən, bu dəqiqə. Bu dəqiqə sən baş tutansan. Rusiya neftinin, Rusiya qazının başını tutsan sən, bu dəqiqə. Və buradakilərə də lazımdır, Mersə də lazımdır, Rusulaya da lazımdır, Kalakallasa da lazımdır, digərlərinə də lazımdır. Bir baş tutan lazımdır. Və o vəzifəni sən üzərinə götürürsən. Amma bil, axırın çox dəhşətli dərəcədə pis olacaq. Çox dəhşətli dərəcədə pis olacaq. Digər baş tutanların axırı olduğu kimi, pis olduğu kimi, sənin də elə axırın pis olacaq. Və bizi Avropaya satılmaqda günahlandıranlar, baxın kimdir Avropanın köləsi. Azərbaycan sərvətlərini gətirib Avropalıların ayağının altına sərən İlham Əliyev mi, yoxsa biz mi? Azərbaycan xalqından oğurlanan pullar hesabında təkcə Londonda 1 milyard dollardan yuxarı dəyəri olan mənzillər alır, villalar alır, ayrı-ayrı binalar alır. İlham Əliyevin daşınmaz əmlakı var. Bir şəhərdə, Londonda, bir küçəsində Londonda. İndi Avropalılar satılan mənəm, yoxsa İlham Əliyev? Azərbaycan xalqından oğurlayıb. Bax, o intihar edən qazilərdən oğurlayıb, gətirib Londona. İngilislərə edirdi. Uşaq pullarını oğurlayıb, öz uşaqları idi. Və İlhamın qızları, 2 qızı, oğlu, indi bir Alyona gətiriblər Odessadan. Qəribə şeylər danışırlar haqqında. Özü ilə də bir uşaq gətirib. Bizim uşaqlarımızın pulunu Alyona dalına salıb gətirdiyi uşağa edirdi. 10 milyonluq xalqın övladları isə heç nəsi çox şey altında yaşayırlar, ehtiyac içində yaşayırlar və sabah müharibə olanda da bizimkilər gedir. Elhamın Peysər balası gedir İspaniyaya, İtaliyaya gedir, Alyona'nın dalınca. Və o da orada Emin Hüseynovun kameralarına yaxalanır. Və bizimkilər vuruşanda, canın verəndə, şəhid olanda. Vətən xaini, bax o adamlardır Hikmət Hacı. Sənsən vətən xaini. Bir qohumun şəhid olmayıb sənin, getməyib müharibəyə. Əliyevlər nəslindən bir adam belə şəhid olmayıb ki, bir adam belə getməyib müharibəyə. Baxmayaraq ki, ölkənin bütün sərvətlərini siz yiyirsiniz. Və siz 69-cu ildən bugünə qədər ölkənin xeyrini, ölkənin sərvətlərini yiyən sizsiniz. Bu ölkənin əziyyətini çəkən, bu ölkənin müdafiə edən, bu ölkənin ölkə olaraq qalmasına can verən, həyatını həsrləyənsə kasıb xalq. Vətən xaini bu ölkənin bütün qanunlarını öz ailəsi maraqlarına dəyişənlərdir. Konstitusiya zad yoxdur. Əliyevlərin, hər şey Əliyevlərin müdafiəsi üçündür. Siyasi partiyalar haqqında qanun Əliyev işləyir. Media haqqında qanun Əliyev işləyir. Seçki məcəlləsi Əliyev işləyir. Seçkilər ümumiyyətlə ləğv edib, heç kəsin səsi çıxmır. Torpaq məcəlləsi Əliyev işləyir. Yeraltı sərvətlər, yerüstü sərvətlərlə bağlı, yerin təki haqqında qanunu belə İlham Əliyev öz ailəsinin xeyrinə dəyişdirir. Yerin təki haqqında qanunu da belə. Çünki qızıl mədənlərini, nə bilim, daş karxanalarını, hər şey bunlarındır. Görməmiş bir dənə xalqdır. Vətən xaini, millət, bu tayfadılar bunlar. Görməmiş, hardan gəldiyi bilinməyən. Heç bir xalqa da aidiyyatı yoxdur bunun. Nə Azərbaycan xalqına aidiyyatı var, nə kürdlərə aidiyyatı var, nə ermənilərə aidiyyatı var. Bu, soysuzdular. Soysuz. Bilirsiniz mi soysuz nədir? Bu adamlar soysuzdular. Yoxdur bu adamların soyu. Əxlaqsızdılar bu adamlar.
və özləri kimi əxlaqsızları atıblar bizim qabağımıza. Dodağını vulkanizasiyada şişdirənlərin, Mirşahinlərin, nə bilim nələrin. Mirşahin adca kişiliği olsaydı, o Calalın söhbətindən sonra bu ailə ilə tamamilə üz düşərdi. Yoxdur çünki kişiliği. İlham Əliyev axtaladığı adamların arxasında gizlənir. Axtalayıb o. Bax, Hikmət Hacıyev də axtalanmış bir adam. Mirşahin də axtalanır. Axtadılar bunlar. Mənən axtadılar. Nəsə, bu şərəfsizliklərin ona görə sürdürürlər ki, Azərbaycan xalqı bunlara imkan verir. Və bu peysər hakimiyyətə Azərbaycan xalqı imkan verir. Bir gün qalxıb bunları yer üzündən silmək lazımdır. Öz haqqımızı tələb etmək lazımdır. Öz respublikamızı geri qaytarmaq lazımdır. İlham Əliyev Azərbaycanda dövləti məhv eləyir. Yoxdur Azərbaycanda dövlət. İlham Əliyevin hakimiyyəti var. İlham Əliyevin dərəbəyliyi var. Bu dərəbəyliyə son qoymaq lazımdır. Sağ olun.